Azərbaycan xanımlarının bəzisi iç geyimlərini reklam eləməyə belə utanmırlar. Məhsulu satan adam onu ən aşırı açıq formada təqdim etmək istəyər. Çünki o bunu gətirib ki, onun bazarı olsun və onu satışa çıxarsın. Ki siz tamamilə lütsüz və əyninizdə iki kiçik parçadan ibarət bir hissələr var. Yenə də deyirəm, bu iç geyimlərindən danışıram, anlayır izləyicilərimiz də demək istəyirəm. Bəs onu geyinib təqdim eləyən qadın bunu özünə necə yaraşdırır? Mənim üçün həmişə maraqlı sual bu olub. Qadın gözəldir, Allah Taala bütün qadınları gözəl yaradıb. Amma biz ona görə yaranmamışıq ki, biz yerini bildik, bilmədik. Üzr istəyirəm, lütdənək düşək cəmiyyətdə cəmaatın arasına ki, bu geyim var, almaq istəyirsin. Birinci, o paltarları ümumiyyətlə Azərbaycan qadınları üçün gətirənlərdə. Valla mən şəxsən problem görürüm. Başa düşürəm, deyəcəklər ki, bilirsiniz nədir? Bazar budur, tələbat budur. Biz də bunu belə eləyirik də. Mən bunu dəfələrlə demişəm. Bugün də deyirəm. Geyim insanın əxlaq ölçüsüdür. Kim istəyir razılaşsın bu ilə, kim istəyir razılaşmasın bu ilə. Bədəninin 70%-ni çöldə qoyan qadına sən çox-çox ağıllı xanımsan. Şəxsən öz adıma deyirəm, heç vaxt demərəm. İnsanın abırlı, həyalı olması həm də onun təqdim etdiyi geyimdən asılıdır. Bugün bir mağazanın sahibi və yaxud da ki bir restoranın sahibi, bugün cüt-cüt qızlar var qoşa-qoşa, restoranlarda, ailəvi restoranlarda oxuyurlar. Əyinlərində əyinləridir. Mahnıdan çox rəqqasəliklə məşğuldular. Göbək rəqsi oynayırlar da, belə deyim. Yəni baxırsan ki, adam ora oxumağa gəlməyib və mümkün deyil sən ora oxumağa gələsən. Və sənə gələnlər, baxanlar da sadəcə sən bədənini necə oynadırsan, ona görə bax. Niyə bu duruma düşməliyik? Niyə Azərbaycan qadınlarının bəzisi bu formada özünü təqdim etməlidir ki? Amma çox təəssüf ki, bugün belədir. Və onların izləyiciləri də sosial şəbəkələrdə durmadan artırlar. Reallıq deyil, reallıqdır da. Nə qədər dəstək olacaqsa, o qədər də sayıları çoxalacaq bu insanların. Və sabah heç birimiz şoka düşməyək ki, ay Allah, filan kəslər arta-arta gedir. Çünki biz istədik onlar artsın. Çünki biz onlara dəstək verdik. Və bundan sonra da hələ daha çoxlarını görəcəyik və bu günümüzə şükür eləyəcəyik ki, ay Allah, dünən bundan daha yaxşı.